Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz təsviri incəsənət. İkinci bölümə, demək, birinci sinif ikinci bölmənin sonuncu dərsi olan bəzəkli həşəratlar, yəni 10-cu dərsin izahıdır. Gördüyünüz həşəratlar haqqında nə bilirsiniz? Parabüzən, yəni uğur böcəyi, kəpənək və iynəcə. Deməli uşaqlar, biz bu iynəciyə balaca vaxtda vertolyot deyirdik. Bunun biraz böyük versiyası da var. Ona da samolyot deyirdik. Yəni balaca uşaqkən 4-cü, 5-ci sinifdə oxuyarkən. Gördüyünüz həşəratlar haqqında nə bilirsiniz? Parabüzən daha çox çiçəklərdə müşahidə edilən zərərsiz, müxtəlif naxışlı bir belə deyim, həşərat növüdür. Uçma qabiliyyətinə malikdir və daha çox çəmənliklərdə rast gəlinir. Kəpənək əvvəllər qurd formasında olmuş, sonradan qanad çalan, yəni ömürləri daha çox qısa olan, müxtəlif naxışlı qanadları olan və daha çox onun da çiçəklərdə, çəmənliklərdə rast gəlinən bir həşərat növüdür. İynəcə də onun kimi uşaqlar, amma iynəcənin bir şeyi var ki, tamamilə vertolyota bənzəyir. Qanadlarının aralığı və eyni zamanda qanadların ölçüsü də tamamilə vertolyotu andırır bizə, yəni. O da daha çox çəmənliklərdə, eyni zamanda bataqlıq ərazilərində də rast gəlinir. Yəni bataqlıq tərzi ərazilərdə də rast gəlinir. Söhbət yəni biraz palçıq yerlərindən gedir. Orada da rast gəlmək mümkündür. O da digər həşərat növləri kimi müxtəlif rənglərlə əhatə olunurlar. Yaşıl rəngli, sarı rəngli, qızıl rəngli və s. görmək mümkündür. Hal-hazırda bizim gördüyümüz isə qırmızı rəngdən ibarətdir. Daha doğrusu qızılı rəngdən ibarətdir. Daha hansı həşəratları tanıyırsınız? Bir çox həşərat növlərini tanıyırıq. Məsələn, hamam böcəyi bizdə elə gedir. Sonra may böcəyi, arılar, milçəklər, qarışqalar və s. və s. Biz bunun kimi digər həşərat növlərini də tanımış oluruq. Yaradıcılıq studiyası A4 formatlı rəsm vərəqi, guaş, fırçalar və rəngli flomasterlər. Uşaqlar, bunun vasitəsilə bəli, biz fərqli bir çizim əldə eləyə bilərik. Burada bu sizin artıq yaradıcılıq fəaliyyətinizdir. Bunu evdə, bağınızda və yaxud da məktəbdə bir rahatlıq alanı edərək çəkə bilərsiniz. Uşaqlar, gəlin əsas hissəyə keçək. İstəyəm. Burada yeni sözlər mövcuddur. Düşərgə və ekskursiya sözləri var. Düşərgə bir kamp salmaqdır uşaqlar. Yəni bir yerə toplaşmaq, bir fərqli düşərgəyə qatılmaq. Bu təbii ki, şəxsi inkişafla da bağlı ola bilər. Bir öyrənmə məqsədi ilə də ola bilər. Daha çox belə deyim, təcrübə və sınaqlardan ibarət olur. Ekskursiya isə daha çox başımızda bir bələdçinin bizə yol göstərməsi vasitəsilə olan bir belə deyim, prosesdir. Həmin ekskursiyada da biz bir şeylər öyrənirik, amma burada sınaqdan keçirmək əvəzinə daha çox biz bələdçinin, bizə müəllimimizin, bələdçimizin, bizi özü ilə aparan şəxsin daha çox təlimatları ilə hərəkət edirik. Payız meşəsində düşərgə aplikasiyasını hazırlayaq. Bu uşaqlar, dediyim kimi ev məhsulunuzdur. Bunu evdə eləyə bilərsiniz. Gəlin amma yenə bir dənə yüngülvari bir məlumat verək. Düşərgə nədir? İzah elədim sizə. Düşərgədə olmusunuzmu? Mən düşərgədə olmamışam. Düşərgəni nə üçün təbiətin qoynunda qururlar? Çünki təbiətlə sıx baş-başa qalmaq üçün və təbiətdə bütün hadisələri daha yaxşı müşahidə eləmək üçün uşaqlar. Məsələn, soğulcan necə hərəkət eləyir? Məsələn, meşə tərzi ərazilərdə da. Məsələn, olsun, məsələn, kirpi necə ilan yeyir, necə kirpi öz tikanları vasitəsilə digər yırtıcılardan qorunur və s. və s. Bunun kimi bir şeylərdir. Burada olan insanlar nələri müşahidə edilir, nələrlə tanış olurlar? Canlı və vəhşi heyvanlar aləmini tanımaq, onların qidalanması, qida zənciri, qorunmaları, üstünlükləri, mənfi cəhətləri, üstün cəhətləri, zəif cəhətləri, təbiətə necə harmoniya qatırlar və s. və s. Bunların hər birini öyrənirlər uşaqlar.
Düşünək, yaradaq və araşdıraq, tədqiqat aparaq. Uşaqlar, bu dediyim kimi sizin üzərinizdə qalmış bir prosesdir. Mən bunları əlimdən gəldiyincə mən sizlərə bunların izahını verdim. Ümid edirəm bəyənərsiniz. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.